Allahın gözəl isimlərindən biri də Əl-Lətifdir. Əl-Lətif, yəni lütf eləyən, bəxşiş eləyən, ehsan eləyən mənasındadır. Bəs biz həyatımızda Allahın bu qədər lütfünü görə bilirikmi? Bunu görmək üçün gərək Allahın bizə verdiyi nemətləri xatırlayaq. Xatırlamaqla yanaşı, gərək həmin o nemətləri görək. Çox hallarda Allahın bizə verdiyi nemətlərin fərqinə belə varmırıq. Çünki o nemətləri gözümüzü açandan görürük. Bu nemətlərin fərqinə varmaq üçün o nemətləri həyatımızdan çıxardanda onun necə də böyük nemət olduğunu başa düşəcəyik. Allahın gözəl isimlərindən biri də Əl-Lətifdir. Əl-Lətif, yəni lütf eləyən, bəxşiş eləyən, ehsan eləyən mənasındadır. Bəs biz həyatımızda Allahın bu qədər lütfünü görə bilirikmi? Bunu görmək üçün gərək Allahın bizə verdiyi nemətləri xatırlayaq. Xatırlamaqla yanaşı, gərək həmin o nemətləri görək. Çox hallarda Allahın bizə verdiyi nemətlərin fərqinə belə varmırıq. Çünki o nemətləri gözümüzü açandan görürük. Bu nemətlərin fərqinə varmaq üçün o nemətləri həyatımızdan çıxardanda onun necə də böyük nemət olduğunu başa düşəcəyik.